Salam dəyərli altıncılar. Ümumiləşdirici təkrar bölməsi üzrə tapşırıqlara baxırıq. Siz də kanalımızı bəyənib videolarımıza dəstək ola bilərsiniz. Başlayaq ilk tapşırığımızdan. Nöqtələrin yerinə isimlər artırıb cümlələri tamamlayaq. Mən daha çox nöqtə həll edə bilərdim. Təəssüf ki, zəng vuruldu. Məktəbdə belə deyək də, məsələ və ya tapşırıq yerinə yetiririk. Ona görə biz bura mən daha çox məsələ də yaza bilərik. Məsələ həll edə bilərdim. Təəssüf ki, zəng vuruldu. Bura məsələ sözünü artırmaq olar. Sonra bir neçə nöqtə yol gedəndən sonra mənzil başına çatdılar. Bir neçə gün yol gedəndən sonra mənzil başına çatdılar və bunu da belə vermək olar. Bir sıra tamamlayıb evə getdim. Bir sıra məsələni vermək olar. Bir sıra məsələləri və ya bir sıra işləri, bir sıra məsələləri tamamlayıb evə getdim. Bura məsələləri yaza bilərik. Ya bir sıra problemləri, məsələləri tamamlayıb vermək daha doğru olar. Məsələləri tamamlayıb, bir sıra işləri tamamlayıb evə getdim. Belə də vermək olar. Samiri dəstəkləmək üçün xeyli, məsələn, adam toplaşmışdı. Xeyli azarkeş toplaşmışdı. Belə də verə bilərsiniz. Təqdimatı hazırlamaq üçün bir çox nöqtə istifadə etmişəm. Təqdimatı hazırlamaq üçün bir çox materiallardan istifadə etmişəm. Təqdimatı hazırlamaq üçün bir çox materiallardan istifadə etmişəm. 19-cu əsrin 90-cı illəri Azərbaycanın tarixində mühüm hadisələrlə yadda qalıb. 19-cu əsrin 90-cı illəri Azərbaycanın tarixində mühüm hadisələrlə yadda qalıb. Sonra növbəti tapşırığa baxaq. Hansı ifadə mənaca 1890-cı illər ifadəsindən fərqlidir? 1890-cı il, demək bu 19-cu əsrin ikinci yarısı və ya sonlarıdır. Doğrudur. Burada 19-cu əsrin 90-cı illəri, yəni bu 90-cı illər deyəndə 91-ci ildən 99-cu il daxil. Bunu əhatə edir də, düzdürmü? Ona görə də biz bunu belə verə bilərik. 19-cu əsrin 90-cı illəri bu demək uyğun gəlir. Sonra 1890-1900-cü illər. Bunu saxlayaq. Sonra 19-cu əsrin sonları ödəyir. 1880-1890-cı illər. Demək, 1880-1890-cı illər. Buna diqqət eləsəz, bu 1880-ci ildən 1890-cı ilə qədərki dövrü əhatə eləyir və 1990-cı illər ifadəsindən fərqli oldu. Amma bu birində isə 90-cı ildən, belə deyək ki, 99-cu ilə qədərki dövrdür. Bu da uyğun gəlir, amma fərqli olan B variantıdır. Növbəti tapşırıq. Göy rənglə verilmiş sözlərin mübtəda və ya tamamlıq olduğunu müəyyən edək. Mübtəda kim, nə, hara suallarından birinə cavab verir. Tamamlıq, məsələn, kimi, nəyi, kimə, sonra nəyə, kimdə, nədə suallarına cavab verir. Düzdür, tamamlıq da nə sualına cavab verə bilər. Ancaq bu qeyri-müəyyən təsirli hallı sözdür. Yəni, biz onu müəyyən təsirliyə çevirə bilərik. Baxaq, atam İstanbula bilet aldı. Nə etdi? Aldı. Kim aldı? Atam. Haraya? İstanbula. Nə aldı? Bilet. Və ya nəyi aldı? Biz bunu təsirli halda olduğunu necə sübut edirik? Onu qeyri-müəyyən təsirliklə müəyyən təsirliyə çevirməklə sübut elədik ki, bu təsirli haldadır və tamamlıqdır. Dənizdən hər gün tonlarla neft çıxarılır. Çıxarılır nə? Neft.
nefti çıxarılır deyə bilmirik ki. Oldu adlı mübtəda. Bu birinci nümunədə isə oldu tamamlıq. Arzusu bitib tükənmirdi. Nə etmirdi? Bitib tükənmirdi. Nə arzusu? Bunun əvvəlinə onun artıra bilərsiniz və ya öz artıra bilərsiniz. Öz arzusu. Artıra bildik. Bu şəkilçinin mənsup şəkilçisi olduğunu sübut elədik. Bu mənsup şəkilçisi isə söz adlıq haldadır. Adlıq halda sözlər hansı cümlə üzvü olur? Demək, mübtəda kimi çıxış eləmiş olur. Əkinçilər həsrətlə yağışı nə edir? Gözləyirlər. Kim əkinçilər? Nəyi gözləyir? Nə gözləyir? Yağış və ya nəyi gözləyir? Yağışı. Təsirli kəlam şəkilçisini artırmaq oldu da. Bu oldu tamamlıq. Məlum oldu ki, kitabı Səlim götürüb. Götürüb kim? Səlim. Mübtəda nəyi götürüb? Kitabı. Bu da tamamlıq. Uyğunluğu müəyyən edək. Qeyri-müəyyən təsirli halda olan söz tamamlıq vəzifəsindədir. Sonra mənsup şəkilçili söz mübtədadır. Tamamlıq və mübtəda lazımdır. Müəyyən təsirli halda olan söz yenə tamamlıqdır. Qeyri-müəyyən təsirli halda olan söz də tamamlıq olsun. Müəyyən təsirli halda olan söz də tamamlıq olsun. Baxaq. Hamı həsrətlə qələbəni nə edir? Gözləyir. Kim gözləyir? Hamı. Nəyi gözləyir? Qələbəni. Qələbə sözün kökü, idə təsirli halın şəkilçisi. Bəli, təsirli halın şəkilçisi. Demək, bu müəyyən təsirli halın şəkilçisi öz üstü 4-dür də, düzdür? Və tamamlıq oldu. 3-ə getsin. A variantı. Ürəyi hər zaman xalq üçün nə edir? Döyünür. Nə döyünür? Ürəyi. Əvvəlinə onun da artıra bilərsiniz və ya öz artırmaqla sübut edirsiniz ki, bu mənsup şəkilçisidir, adlıq haldadır. Demək, mənsup şəkilçili söz oldu mübtəda. 2-yə verək B-ni. Yosunlar oksigen nə edir? İstihsal edir. Nə yosunlar? Nə istihsal edir? Oksigen və ya nəyi istihsal edir? Oksigeni. Bu qeyri-müəyyən təsirli haldadır. Bu da olur tamamlıq. Birə də getsin. C variantı. Növbət tapşırığımız və sonuncusudur. Hansı cümlələrdə sayla isim arasında nümerəti söz artırmaq olar? Hansı saylarla isim arasında nümerəti artırmaq olurdu? Demək, müəyyən miqdar sayları ilə isim arasında nümerəti vermək olar. Bir də defislə yazılan qeyri-müəyyən miqdar sayları ilə isim arasında nümerətiv söz vermək olar. Məsələn, deyirəm 5 kitab, deyə bilərəm 5 ədəd kitab. 5 burada saydı, kitab isimdir. Onlar arasında nümerətiv söz ədəd vermişəm. Yazıram 3-4, bu da qeyri-müəyyən. 3-4 adam, adam da isim. Arasında nəfər artırıq. Oldu nümerətiv söz sayla isim arasında. Bir adam bizə yaxınlaşdı. Məsələn, bura hansı cümlələrdə sayıcı nümunəsi? Bir neçə adam versə, bir neçə bir yerdə olur. Demək, bir adam, məsələn, bir dəstə adam bizə yaxınlaşdı. Bura say birdə adam isimli, dəstə nümerətivdir. 5-6 cüt corab əskərlərə yolladı. 5-6 cüt corab əskərlərə yolladı. Bizə deyir, hansı cümlələrdə sayla isim arasında nümerətiv söz artırmaq olar? Bağçalarda xeyli ədəd gül bitkisi, xeyli ədəd gül əkilmişdi, bir də düzgün olmur. Xeyli, bura artıra bilmədik. Xeyli gül əkilmişdi. Onlarla paraşütçü sahildə yenə neynir? Yerə enməyə başlayır. Bu defislə yazılan qeyri-müəyyən deyil axı. Bunlar ikisi qeyri-müəyyəndə, amma defislə yazılmayıb. Biz nə dedik? Defislə yazılan qeyri-müəyyənlə isim arasında nümerətiv vermək olar. Məsələn, 2-dəki kimi. Bir də müəyyən miqdar sayıyla isim arasında nümerətiv vermək olar. Növbəti dərsimiz də olacaq. Növbəti bölməmiz haqqında isə növbəti videoda danışarıq.